Hörmətli izləyicilər, biz bir ay bundan qabaq burada çəkiliş eləmişdik və orada müraciət eləmişdik ki, bizim o döyüşçülərimizin, komandir batalyonlarımızın yaxınları, onların bir şəxsi əşyası varsa və şəkillərini gətirsinlər, biz də onu Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinə təhvil edirik. Və bu günlərin bizim komandir batalyon şəhidimiz, məzarsız şəhidimiz, Allahyarın qardaşı, Təmsi qardaşımız gəlibdi, onun yaxın dostu gəlibdi, həmkəndisi, gənc qazimiz gəlibdi. Bunlar, yəni komandir Allahyarın həm şəxsi əşyasını gətiriblər, həm də bir şəklini gətiriblər ki, müzeyə qoymaq üçün. Elə yaxşı olar ki, müzeyin içərisinə gedək və elə Sahib müəllim də buradadır. Hoş gördük Sahib müəllim. Sahib müəllim, yəqin ki, müzeyin içərisində biz danışmışdıq. Bir yer hazırlanıb şəkilləri və şəxsi əşyanı qoymaq. Bəli, bizim o Şirin Mirzəyevin eksponatları qəbul olunan vaxtı elədiyimiz müraciətə əsasən Şirin Mirzəyevin 4 nəfər komandir şəhid olmuşdu. Onlardan da biri Allah'ın qardaşımızdır, bizim onun qardaşı şəhidimizin eksponatlarını müzeye getirir. Çok hoş gelmişsiniz. Yok, sağ olun, var olun. Teşekkür ederim. Allah bir şəhidlərimizə rəhmət eləsin. Tüm şəhidlərimizin hamısını əlbəttə. Və mən xüsusi olaraq deyim ki, müzeyin burada işçiləri daimi müzeydə olan eksponatları həmişə səlqə səhmanına fikir verirlər, onların qorunmasına yaxından iştirak edirlər və onlar həm bir vəzifə borçlarını yerinə yetirirlər, həm də bir vətəndaş bir borçlarını yerinə yetirirlər. Sizlərə də çox sağ olun. Hər bir şəhidimiz haqqında müəyyən versin. Allah köməkləri olsun. Buyurun, Sağ olun. buyurun keçin içəri. Allah rəhmət eləsin. Allah bütün hamısına rəhmət eləsin. Çox xoş gəlmişsiniz. Sağ olun. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi bildiyiniz kimi 1987-ci ildə qəhrəman Rahib Məmmədovun Gürcistan Respublikasında etdiyi dinç dövrdə qəhrəmanlığından sonra yaranır. 1990-cı ildə Mədəniyyət Nazirliyi tərəfindən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi adı verilir ki, bizim muzeydə ilk bir girişdə görürsən, Rahib Məmmədovun özünə aid olan eksponatlar yerləşir və başqa bizim o biri otağımızda bizim ümumiyyətlə Qarabağ müharibəsi illərində bizim müəyyən vaxtlarda qəhrəmanlıq etmiş şəhidlərimizin, müəyyən şəhidlərimiz haqqında həm eksponatlar, həm onlar haqqında məlumatlar toplanıb saxlayır. Əlbəttə, bunu valideynləri, yaxınları, şəhərin qərar qəbul edib bizim muzeyə kimlər hədiyyə verir, eksponat olaraq şəhidin eksponatı verilirsə, biz onu burada qoruyub saxlayırıq və gəş nəslin nümayəndəsi olan məktəblilərə, gələcək nəslin nümayəndəsi olan məktəblilərə həm onlar haqqında məlumat veririk, həm də qoruyub saxlayırıq ki, gələcək nəsillərə ötürülsün. Bizim kəndlərimizə, dinc əhaliyə qarşı edilən məzarlıqların, qadan olmuş silahların, mərmilərdən hissələri var ki, bunları saxlamaq məqsədimiz düşmənimizin kimliyi gələcək nəsillərə çatdırmaq ki, gələcək məktəblilər biz nəsil görmüş münamı, gələcək nəsil görmüş. Biz nəsillərə bu kişilərin baxıb qəhrəmanlıq göstərmişdik. Vətən eşqi ilə yanında onlar da ki, oradan çıxarıb sıxdılar. Xalqımız da qəhrəmandır bizim. Rusiya dünyada ikinci güc dövlətdə deyilər. Müharibəyə getməyə qaçırlar. Amma bizim müharibə dövründə Rahib Məmmədov dinç dövrdə 1987-ci il Gürcistan Respublikasında hərbi xidmətdə olanda burada sel qaçqınları yaranır. Burada böyük Riyon çayı var. Öz məzarasına çıxıb kəndləri su altında qoyur. Hərbiçiləri köməyə çağırırlar. 12 betir hadisə yerindən çıxıb gəlib, halısı yola xarab olub. Hadisə gəlib hadisə yerinə çatıb. 5 ekipaj tamamilə komandanlığın əvvəlinə tabi olunur. Komandır nə qədər desə də təbi olunur. Amma Rahib Məmmədov baxıb ki, insanlar su altında qalır, evlərdə, körə uşaqlar. ani bir qərar olunur müharibədə. Ani, tək başına. 30-dan çox reys edib. Bir sutqa yarım o kəndin əhalisini xilas edib çıxardır. Burada mən bir məsələni də qeyd edeyim ki, Azərbaycanın bütün milli qəhrəmanları burada şəkilləri qoyulubdur.
yəni Ağdamda bu muzey yerləşməyinə baxmayaraq, hətta burada başqa bölgələrdən olan şəhidlərimizin də şəxsi əşyası var. Yəni bunu mən bu muzeyə tez-tez gəlib getdiyimə görə məlumatım var. İndi daha ətraflı Sahib müəllim bu haqqda məlumat verər və yaxşı olar ki, Sahib müəllim elə keçən o hazırladığınız o güşəyə şəkili və şəxsi əşyanı qoyan, ondan sonra bir yerdə söhbətimizi davam edəcək. Sahib müəllim, biz Allahyarın komanda batalyon Azərbaycan ilk 90-cı ildə ordusunun quruluşunda iştirak edən Allahyar Niftalıoğlu'nun şəkilsə təqdim edirik. Çox sağ olun. Bizim Allahyar qardaşımız haqqında geniş məlumatımız var. Bilirik ki, Şirin Mirzəyevin ilk özünü müdafiə batalyonunun komandiri olaraq Şirin Mirzəyevin yanında öz şirin canından keçən qəhrəmanlardan biri də Allahyar qardaşımız olub. Hətta bizə məlumdur ki, o ailəli olub. 6 uşağı o vaxtı qoyaraq cəbhəyə yollanıb. Bu hər kişinin işi deyildi ki, o müəyyən yaş həddindən sonra gedib o həmən zirvəyə uzalsın. Torpaqlarımızın onun içində olan sevgiyi, vətən sevgisi onu cəbhəyə çəkib aparır. Və bizim məlumatımız da var idi ki, biz müraciət eləmişdik, çox sağ olun, qardaş olaraq, yaxın qohum olaraq, qohumu gənc qazi olaraq bu günlərim siz bizim muzeydəsiniz və bizim qəhrəmanımızın eksponatlarını muzeyə gətirmişsiniz. Bizim üçün muzey kollektiv olaraq bugün sevindirici haldır ki, muzeyə əlavə biz eksponat qəbul edirik və bunun gələcək nəsillərə çatdırılmasında biz rol oynayacaq ki, bu gələcək nəsillərə çatdırılsın, məktəblər haqqında məlumat verilsin. İndi biz hər muzeyə gələn eksponat daxil olanda biz növbəti günlərdə məktəbliləri dəvət edirik və həmən şəhid haqqında geniş məlumat veririk. Sağ olun, Allah kömək Yaxşı olar ki, yerləşdirilsin və Şəmsi qardaşımız Şəxsi əşyası zabit çunkası, yəni ki, sənətlər hansı ki, zabit çunkasıdır bu. Bəli. Bizim üçün, muzey üçün ən qiymətli hədiyyələrdən də biri eksponat olaraq qəbul edirik. Və mən bir məsələni də qeyd edeyim. Burada biz müraciət eləmişdik ki, digər həmən bu komandir batalyonların, yəni 836 saylı hərbi hissənin o şəhid olmuş komandir batalyonlarından söhbət edirik. Ancaq bizim digər bölgələrdə də şəhid olmuş komandir batalyonlarımız var, komandir rotalarımız var, sıravi döyüşçülərimiz var. Sadəcə olaraq bir hərbi hissənin orada şəhid olmuş komandir batalyonlarından söhbət edirik. Yəni burada Allahverdi Qəmbərovdur, Allahyar Əliyev, Natiq Camalov və general ləqəbli Ərşad Nadirov. Və indi bu günlərim mən Şəmsi qardaşımıza çox sağ ol deyirəm, təşəkkür edirəm ki, ilk olaraq bizim o müraciətimizə cavab verənlərdəndir. Yəni şəhidimiz Allahyarın şəxsi əşyasını və şəklini gətirib muzeyə təhvil verirdi. Biz inanırıq ki, o biri olan komandir batalyonunun yaxınları, yəqin ki, yaxın zamanlarda o biri komandirlərin də, batalyonların şəxsi əşyalarını və şəkillərini yəqin ki, muzeyə gətirib təhvil verərlər və bu da bir gələcək nəsil üçün örnəkdir və göstəricidir. Mən ilk olaraq istərdim ki, şəhidimizin qardaşı, Şəmsi qardaşımız buradadır. Bir ailə üzvü kimi o bir məlumat versin, şəhidimiz haqqında danışsın. Onun belə deyək də, ailədə olan xatirələrindən bir söhbət eləsin. Və bir məsələni də deyim ki, diqqətinizə çatdırım ki, Şəmsi qardaşımız daxili qoşunlarda xidmət eləmişdi. İlk olaraq da bizim bildiyiniz kimi milli ordudan öncə əsayişin keşiyində bizim polislərimiz dayanıb, Şəmsi qardaşımız da yəni o daxili qoşunlarda olmuş şəxslərdəndir və digər həmkətçisi də daxili qoşunlarda olub, polis sıralarında olmuşdu və bizim burada gördüyünüz kimi gənc qazimiz var, o da bizim şəhidin həmkətçisidir, onlar da öz təəssüratlarını bölüşəcəklər. Mən istərdim belə Şəmsi müəllim, siz ilk olaraq bir məlumat verəsiniz, bir danışasınız.
Sizə birinci təşəkkür edirəm ki, Çox sağ olun. bu təşəbbüsü yaratmışsınız və təşəbbüsə görə də bu şəhidlərimizi işıqlandırırsınız, çalışırsınız ki, hamısını işıqlandırmağa. Yəni, bayaqlar bir söz dedik, şəhid ümumi şəhiddir bizim xalqımız üçün, cəmaatı. Biz ki, qeyri-devlət olsun, yəni şəhid şəhiddir. Yəni, mən bir qardaş kimi Əliyev Allahyardan bir qısaca olaraq məlumat verim. Allahyar Niftalıoğlu Ağdam rayonunun Maxsul Sovetinin Tərnəv kəndində anadan olmuşdur. 90-91-ci illərdə, yəni o bildiyiniz kimi Ağdamda yerləşən Silah Əmək Koloniyasında kadra şöbəsinin rəisi idi və ehtiyatda olan zabit. Yəni ona baxmayaraq, o vəzifəyə baxmayaraq, o vətənə, torpağa istəyini qəbul elədi ki, mən yəni torpağı, vətəni qorumağa gedirəm, yəni o iş həval olunar kimi olsun. Atam buna dedi ki, valla get, Allah köməyim olsun, çalış, köməkli elə, qur, yarat və sənin 6 balan var, qaydırların üstünə. O dedi ki, onu kişi elə deyəndə, dedi ki, bəs mən qayıtsam, onda vətəni kimi qoruyacaqdı təzələn, mənə gedənlər də məndən qayıdır. Sözüm onda yox, getdi, nəyəsə. 91-ci illərdə başlarlar könüllüləri, könüllü döyüşçülərimizi, bizim kətdən, Qiyaslı kəndindən, məsələn, qeyri kətdən hamısını cəmlədilər, yığışdılar. Rəhmətli Şirin Mirzəyev komandavat eləməklə bir yerdə, yəni. Hərbi hissələr köməklik, bir yerdə köməkləşib qurdular. Vətənin keşiyində, məsələn, durmaq üçün 91-dən sonra, yəni hamımızın bildiyi kimi, erməni faşistləri düşmənimiz, qəti düşmənimiz. Başladılar, məsələn, Azərbaycana qarşı, Qarabağa qarşı təcavüz eləməyə, məsələn, orada yerləşən cavan millətimizi oradan qovmağa, Qarabağımıza, məsələn, necə deyim, ona qarşı, məsələn, çıxdılar ki, məsələn, biz döyüşməliyik. Bəli, bilirsiniz, Baş Şəmsi müəllim, mən bu arada deyim, 88-ci ildə başlayan münaqişə artıq 90-cı illərdə müharibəyə çevrilmiş. Bəli. Və bu müharibəyə çevrilən vaxtı, öncə siz qeyd elədiyiniz kimi, özünü müdafiə dəstələr var idi hər bir kənddə. Yəni, məsələn, biz Ağdamlı olduğumuza görə Ağdamın bütün kəndlərində, istəyir ermənilərlə sərhəd olan, istəyir olmayan, bütün kəndlərdə özünü müdafiə dəstələr yaradılmışdı. Ancaq bunları idarə etmək üçün peşəkar bir hərbiçiyə ehtiyac var idi. O zamanları müraciət olundu. Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik leytenant Şirin Mirzəyev Ağdama gəldi və bu özünü müdafiə dəstələrini birləşdirərək bir batalyon yarandı. Və bu batalyon yaranan zaman mənim yadımdadır, bizim şəhidimiz Allahyar o mülkü paltarda ilk olaraq da o hərbi belə deyək də mülkü paltarda olsa da hərbi bir paraddan keçdə ön cərgələrdə oldu. Və nəhayət gəldi həmən bu batalyon böyüyərək bir alay şəklində oldu və alay şəklində olan zamanda orada batalyonlar yarandı. Onların da birinin batalyon komandiri Allahyar oldu və mən bilirəm ki, o şərəfli də döyüş yolu keçdi. İndi istərdim ki, həmən o komandir batalyon olduğu devirdə onun bir döyüş yolundan bir qardaş olaraq danışasınız. Bəli, çox düz deyirsiniz. Bu, yəni gəlib tam cəmləşəndən sonra bir neçə, bəli, dediniz kimi 4 batalyon, 5 batalyon məsələn, onların da birinin komandiri Allahyar idi. Ən birinci bunların döyüş yolları çox keçmişdi. Vallahi indi mən də bir balaca həmişə həyəcanlanıram danışanda, bu işlə danışanda. Həyəcanlanıram, biraz yaxşı danışa bilmirəm. Yəni üzr hesab edeyim. Yəni o qısa konkret olaraq əsasən Sırxavənd ərazisində ermənilərin hücumu zamanı bunlar da keçmişdi hücuma, məsələn, onların qarşısını almaq üçün. 15 iyun 92-ci ildə
Yəni ki, bunların bu itkin kimi deyək də, yəni ki, məzarsız gedir indi hal-hazırda. Yəni orada itiblər, bugünkü günə qədər də yəni onların indi nəşini də hələ ki gözləyirik. İnşallah yəqin onu da gələr çıxır. Bəli, Şəmsi qardaşım, mən o günləri xatırlayıram, 92-ci ilin iyunun 15-i, o Ballıqaya istiqamətində olan döyüşdə bizim Allahyarla bərabər, yəni digər bir komandir batalyonumuz Natiq Camalov da orada qəhrəmancasına şəhid olublar. Yəni bunlar bu günlərin bizim məzarsız şəhidlərimizdir. Ruhları şad olsun. Yəni bütün biz burada bu günlərin Allahyarı yad edirik. Bir şəhid, komandir batalyon kimi, məzarsız bir şəhid kimi. Elə düşünməsinlər ki, biz bir nəfərdən söhbət gedir. Biz sanki bu günlərin bir şəhidimizi burada yad etməklə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş cəmi biz şəhidlərimizi yad etmiş olduq. Və onların bilirik ki, ruhları şaddır ki, biz onları unutmuruq. Şəhid o zaman ölür ki, unudulur. Bu günlərin bizim Azərbaycan xalqı, vətənpərvər xalqımız şəhidlərimizi unutmur. Bax, bir əyani nümunədir, görürsünüz burada. Rahib Məmmədov adına muzeydə, məsəl üçün, bu şəhidlərimizin eksponatları var. Müharibə ilə bağlı o atılan mərmilərin qalıqları var. Mən bu arada Sahib müəllimə də mən çox təşəkkür edirəm ki, o doğrudan da müəyyən çox işləri özünün təşəbbüsü ilə edir. Mən burada bizim gənc qazimizi görürəm. Və mən bilirəm ki, bütün kəndlərin, bütün bölgələrin hər bir yerdə o qəhrəmanlıqlar var, qəhrəmanlığı çox olur. Mən o sizin məqsudlu, belə deyək də, ərazi nümayəndəliyi deyiləndə mənim gözümün önünə ilk olaraq da o Qəmbərovlar gəlir. Qəmbərov. Bəli. İndi, yəni, və o şəhidlərimizə mən fərq qoymaq üçün demirəm. Bu günlərin bizim gənc qazimiz də buradadır. Yəni, sizlər də qazisiniz, döyüş yolu keçmiş insanlarsınız. Mən açığın deyim ki, mən çox sevinirəm ki, bu günləri bax bizim gənc və qocaman qazilərimiz birgədirlər. Çünki bizim bir vətənimiz var, bir Azərbaycanımız var, deməli bizim bir şəhidimiz var, bir qazimiz var. Onun fərqi yox. Mən istərdim, bax, bu gənc qazimiz o devirlərə də bir eşitdikləri ilə bir nəzər salsın və bu günə bir nəzər salsın. Buyurun. Əvvəla çox sağ olun, Allah sizlər var eləsiniz ki, bu şəhidlərimizi həmişə əbədiləşdirirsiniz, heç vaxt yaddan çıxartmırsınız. Yəni biz gənc nəsillər belə deyim ki, 92, 91, 88 müharibələrindən, qəhrəmanlarımızdan eşitmişik, kitablarda eşitmişik, romanlarda eşitmişik. Olan qəhrəmanlığına uyğun olaraq cəsarət almışıq, süzayət almışıq, qəhrəmanlıq göstərmişik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah bizim dövlətə, millətə bir də pis gün göstərməsin. Yəni, deyilən sözlərdə ağsaqqallarımız dedi, yəni bir daha Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Mən sizin orada bir cümləniz məni düzü çox belə deyək də tutdu ki, o cümlə ki, yəni bizim o ağsaqqallarımız, bizim o illərdə olan o döyüşçülərimizi biz eşitdik və onların bir yolunu davam elətdirdik. Yəni, bax, sizin kimi bizim gənclərimiz, istər qazilərimiz olsun, istərsə də digər bizim gənclərimiz, bax, bu düşüncə ilə doğrudan da vətəni, torpağı sevirlər. Mən burada istərdim ki, yenə də bizim yəni bu şəhidimizin həm kəndlisi buradadır, həm də müharibə veteranıdır, döyüş yolu keçmiş bir qardaşımız da var. Siz də bir şəhidimiz haqqında öz təəssüratınızı bölüşsəniz yaxşı olar. Sağ olun, minnətdarlarım söz verdiyinizə görə. Qardaşlarım düz danışdılar hamısı. Biz 90-cı ildə, 8-ci ildə Dağlıq Qarabağ gedən hadisələrə görə
Biz o vaxtı bizi dəstək yarandı, polis alağı yarandı. Amma vaxt polis alağı döyüşürdü. Allahyarı da yaxından tanıyıram, həm də dostumuzdur. Allahyar 90-cı ildə dedilər, mülki formada orada könüllü batalyon düzəltmişdilər. Hər kənddən necə dedilər, hər kənddən özlərinə dəstək yığmışdılar. Allahyar da öz tərəfində təlimlikdən, mahsuldan xeyli insanlar yığmışdı, başına toplaşmışdı. Sonra müharibə başladı, 92-ci, 91-ci ildə müharibə başladı. Allahyarla mənim döyüşüm, qardaş dedi 6-sı may ayının, iyul ayında, 15-ində. Biz Fərrux istiqamətində döyüşə getdik, biz o vaxt xüsusi təyinatlı dəstələr deyildilər. Polis alayında. Allahyarla mən orada tankda gördüm, demək bizim nəysə sursatı lazım idi. Xasınstroyda hərbi hissələr oradaydı. Orada Allahyarla görüşdüm. Salamlaşdı, Allahyar dedi, mən tanka minirəm, bizim uşaqlar Ballıqaya tərəf, Sırxəbər tərəfə, Yeni Qarabağ tərəfə, Erməni tərəfə hücum olacaq, Qazancı tərəfə biz oraya hücuma gedəcəyik. Biz də Fərrux tərəfə getdik. Sonra onlardan bir səs çıxmadı. Orada Şirin Mirzəyev, Azərbaycan milli qəhrəmanı olaraq, Allahyar, Yavər, bir çox bizim hərbi hissənin komandaları vətən üçün özlərini ifadə elədilər. Özlərinin canını verdilər. Gördülər ki, əsas komandalar onlardır, onlar döyüşüdür. Komandir qabaqda olmalıydı. Onlar hamısı qabaqda oldular, şəhid oldular. Mən də bir köhnə döyüşçü kimi bayaq örnək deyirəm. Bu mənim qardaşım oğludur, mənim özümün, yəni haqda 2 dəqiqə danışmaq istəyirəm ki, biz 7 qardaşıq, 7 qardaş hər bir oğlu döyüşür. Mənim 2 oğlum, qardaş dedi, bizdə örnək götürdülər. Bəli, mən onlara bu haqda məlumat verirdik. Ən çox da Allahyar haqqında. Allahyar 6 da uşağı qoydu, getdi. Bir oğul, 5 dənə qız. Allah rəhmət eləsin. Gəl öz minnətdarımı bildirirəm ki, Şakir qardaşa, müzeyimizin Rahim Məhəmmədovun adına, Sahib müəllimə minnətdarımı bildirirəm. O sözümü dedimi, mənim də 2 dənə oğlum, bir oğlum Türkiyədə, Sparta şəhərində təlimdən keçdi, antiterrorda Manifi tərəfinə gedən döyüşlərdə ağır yaralandı, hər azda qazıdı. Bir oğlu tok komandir idi. Yəni, bizim o kənddə bizim şəhidlərimiz çoxdur. Yəni, onlardan biri polkovniklər Mehman Qəmbərov haqqında danışmaq istəyirəm ki, o bizim kəndin, o Allahyarın qohumuydu. Ən yaxın ana tərəfindən Allahyarın qohumuydu. Yəni, o uşaqlar, o kənddə, onu uşaq edir olurlar. Onlar o kənddə Allahyar kimisin, bizi kim olduğunu görəndə, paltarda, hərbi paltarda bizi görəndə fərəhlənirlər. Mən Bəyəxlərin o Qəmbərovları təsadüfən demədim. Çünki Təvəkkül Qəmbərov, Nazim Qəmbərov və bizim o hamının Qarabağlar ilə qəbli tanıdığı Nazim Qəmbərov var. Onlar da əmşağıdırlar. Onu mən ona görə dedim ki, və Nazim Qəmbərov bildiyiniz kimi, mən bunu xüsusi olaraq deyim ki, Nazim Qəmbərov erməninin 2 tankını birin miniyə salaraq, birini də arxasınca gətirib, yenidən onu da miniyə salaraq 2 dənə tankını məhvləmişdi. Və siz o kənddən danışdınız, mənim də o kənddə, indi hamısını deyə bilməsəm də, müəyyən o kənddən döyüşçü qardaşlarımız var. Məsələn, Rizvan Kərimovdur, Rafiq Kərimovdur, Ramiz müəllimdir, Məmmədov və İsa və onun qardaşları, əmis uşaqları. Yəni, bunlar çoxdur və bütün kəndlərdə var. İndi mən açığı belə bir müraciətimdə olub ki, hər bir kəndin nümayəndələri bir yerə yığışsınlar. Çünki hər bir kəndin sakini öz kəndi haqqında daha məlumatlıdır. Və inşallah yəqin ki, bunlar da gələcəkdə olar və biz bunları da işıqlandırarıq. Sahib müəllim, siz burada hər bir şərait yaratdınız, çox sağ olun və hətta biz o vaxtı müraciət edənlər güşənin bu şəkili və yaxud da ki, şəxsi əşyanın qoyulması üçün artıq yeri də hazırlamışdınız və gətirildi, qoyuldu. Biz sizə sağ ol deyirik və əlavə nə sözünüz varsa buyurun. Çox sağ olun Şakir müəllim. Sizə Arxiv TV olaraq hər zaman biz minnətdarımızı bildiririk. Çünki 1-ci Qarabağ müharibəsi illərində ən qaynar nöqtələrdən, döyüşlərdən sizin çəkilişləriniz var.
hər zaman YouTube kanalında bunu izləmişik də. Bu az iş deyil, o çox gələcək nəsillər üçün böyük işlərdir ki, gələcək nəsillər çatdırılmasında həmən qəhrəmanların sizin böyük xidmətləriniz olur. Və çox sağ olun ki, Şirin Mirzəyevin də bizim muzeyə daxil olan eksponatı sizin sayənizdə oldu. Bugün Allahyar qardaşımızın bizim muzeyə daxil olan eksponatda o sizin təşəbbüsünüz sayəsində oldu və mən üzümü tuturam bütün Azərbaycan xalqına, tək Ağdamlı yox, hər bir Azərbaycanlı, hər bir kəs öz şəhidinin olan eksponatını bizim muzeyə təqdim edə bilər. Onu evlərdə saxlamaqda, sandıqda saxlamaqda eksponatların, onu gələcək nəsil tanımır. Muzeylərdə olsa daha yaxşı olar ki, muzeylər onu yaşadır. Bayaq Qəmbərovlardan dediniz, bizim muzeydə Nazim Qəmbərovun eksponatı var, anası tərəfindən hədiyyə verilir. Sonra bizdə Təvəkkül Qəmbərov var, onun da bizim muzeydə eksponatları bizim muzeydədir. Hələ çox illər bundan əvvəl onun bacısı tərəfindən muzeyə hədiyyə verilir. Tək bizə Ağdam şəhidlərinin eksponatları biz toplamırıq. Bizim muzeydə Naxçıvandan olan şəhidimizin eksponatı var, Beyləqandan olan şəhidlərimizin, Ağcabədidən olan şəhidlərimizin eksponatı var ki, bizim muzey kollektiv olaraq hər zaman muzeyə daxil olan hər bir ziyarətçiyə muzeydə olan eksponatların hər birindən geniş məlumatları veririk. Bu bizim vəzifə borcumuzdan çox, biz onu vicdani borcumuz hesab edirik. Vətəndaş borcu. Vətəndaş borcumuzdur ki, bizim hər bir şəhid haqqında geniş məlumatları əldə edək və onu gələcək nəsillərə çatdıraq. Çox sağ olun Sahib müəllim. Bəli, bilirsiniz, bax, mən bir məsələni də deyim ki, bu günlərin, yəni o devrin ki, yaşamış insanlar var, bax, sizlər bu günlərin məlumat verməyiniz daha önəmlidir. Çünki siz o dövrü yaşamısınız, onların canlı şahidisiniz və həmən o canlı şahidlər ki, söhbət eləyəndə, ondan sonra o illər haqqında məlumat verəndə daha inandırıcı olur, səmimi deyim. Digər bizim o komandir batalyonlarımız var ki, Natiq Camalovdur, General Ərşaddır, Allahverdi Qəmbərovdur. Onların da şəxsi əşyalarını mən xahiş edərdim, gətirsinlər, şəkillərini gətirsinlər. Onları da burada, yəni güşə hazırdır, yerləşdirilsin və bu komandir batalyonlar haqqında bir kimlərinsə məlumatı olsun və müzeyə gələnlər onları yaxından tanıya bilsinlər. Tam səni deyirəm, sizin videolara biz baxmışıq da, sizi görmək istəyirdik həqiqətən. Elə siz özünüz də bir qəhrəmansınız valla. Çox şad oldum elə sizi görmək. Sağ olun, səmimi sözünüzə görə. Bax, bu günləri bilirsən, mənim gənc qazım, mənim silahdaşım. Bax, bu günlərin bizim bu gördüyümüz işlər ki var, hamımızın, bu mənim işim deyil ha, burada Eldorun da zəhməti var. Bax, bu günləri siz gəlmişsiniz bura, burada sizin də zəhmətiniz var, hər birinizin zəhməti. Bax, bu günləri biz burada bir çəkiliş edirik, bu işləri görürük, bu da bir tarixdir. Bu da canlı, görsən nə qədər səmimi ürəyimizdən keçən sözlərimizi deyirik. Biz burada kino çəkmirik, film çəkmirik. Sadəcə olaraq bir tariximizdir. Tariximizi yaddaşa yazırıq ki, gələcək nəsil bunu görsün və yaxud da ki, indiki nəsil buna baxsın. Mən bir daha siz səmimi sözünüzə görə çox sağ ol deyirəm və bu bizim hamımızındır. Tək mənim deyil. Bax, burada sizin də əməyiniz var, istər 90-cı illərin çəkilişi olsun, istər indi olsun. Bu bizim Azərbaycanımızındır, bütün hər bir kəsindir. Bu günlərin, məsələn, bax, bu muzeyin var burada, yəni bu muzeyin rəhbəri Sahib müəllimdir, burada düzdür. Əziyyəti çoxdur, bu işləri görür kollektivi ilə bərabər. Ancaq bunun özünün deyil ki, bu millətindir, bu xalqındır. Bax, bura gələnlər, burada bax, silah-sursatın o tapılıb, gətirilib, qoyulub bura ki, bizim düşmənimiz bizə hansı silahdan istifadə eləyibdir. Burada qadağan olunmuş silahlar da var. Digər, məsəl üçün, bizim burada qəhrəmanlarımızın, belə deyək, şəxsi əşyaları var. Və gələn adamlara da burada məlumat verilir və bu da bir tarixdir də. Bilirsiniz, bir məsələni, bir var ki, hardansa dinləyəsən, bir də var ki, belə bir canlı ünsiyyətdə olasın.
Mən istərdim, yenə deyirəm, burada bir səmimi söhbət, ürəyinizdən keçən fikirləriniz, arzularınız, daha nəyi görmək istəyirsiniz, neyiniyək, nə cür eləyək, məsəl üçün, nə formada, məsəl üçün, ola bilər ki, sizin də bir müraciətiniz olar. Mən həmişə demişəm, səmimi deyil, də biz hər bir kəsin haqqında məlumat verə bilmirik. Amma bu o demək deyil ki, bizim yadımızdan çıxır. Bizi eşidənlər, onlar bizə bir məlumat versinlər, bizimlə əlaqə saxlasınlar. Yeri gələndə biz çəkiliş edəyək, onların şəxsi əşyasını da burada qoyaq və yaxud da ki, onlar o kəndlər haqqında və digər bizim şəhidlərimiz haqqında, yəni söhbət tək o komandir sastavından getmir, ha, bizim burada sıravi döyüşçülərimizdən də söhbət gedir. Hər birindən, bizim polis işçilərimizdən də, ondan sonra belə deyək ki, tibb işçilərimiz var, aviasiyamız var, bütün sahədə hər bir kəsin, yəni biz eşitməyə, əlaqə saxlamağa həmişə hazırıq, imkanımız daxilində. Şaşın mənim, söhbəti yaxşı başladınız. Bu vətənpərvərlik mövzusunda bizim olaraq, bax bu gənc qazi ilə qocaman qazilərimizin ünsiyyətini qurmaq lazımdır. Kim nə bilirsə dediyiniz kimi, bizim o, məsələn, komandirlərimiz olur, Ağdamda olanlar olur ki, onların başına dərslərə yığışıb. Belə deyil da, siz düz dedin, General Ərşad kimisi, Şirin Mirzəyevin, Allahyanın, bəzi o Edilovların, Qəmmərovların, yəni hər kəndin özünün nümayəndəsi bura gəlib dəstək olmalıdır. Öz tariximiz haqqında buna məlumat verməliyik, danışmalı, söhbət eləməliyik. Bu bizim tariximizdir, bizim gələcəyimizdir. Necə dedik biz sizə ki, gör, mən 90-dan, 88-dən başlamışam, 2003-ə çıxmışam pensiya. 3 oğlu var, 7 qardaş ki, onu təkrarlamaq istəyirəm, o söhbət gedir, vətənpərvərlikdən gedə-gedə bizim bu mahsus cəmaatı, bütün, yəni hər kəndin özünün cəmaatını deyirəm. Gör, nə qədər öz gənclərimiz, öz balamız getdi, özünü çox şəhid elədi, çoxu öz canından keçdi, torpağa qaytardılar. Bilirsiniz, bax, mən burada söhbət düşdü, bir səmimi bir şeydir. Bax, biz o komandirlərimizdən əlavə, mən sözümün əvvəlində dedim, bizim sıravi döyüşçülərimiz olur ki, istəyir 90-cı illərdə olsun, istəyir indi. Hətta o 90-cı illərdə bu bizim, şəxsən mənim deyim ki, yaralı yerimdir. Neçə adamlar var ki, yüzlərlədir ki, o veteranlığın aldı, qeydiyyatdan keçmir. Yəqin ki, bunlar da gələcəkdə öz həllini tapacaq. Biz, düzdür, o komandir heyətindən çox danışırıq, gəlin səmimi olaq da. Amma bizim elə sıravi döyüşçülərimiz olub ki, onlar həqiqi mənada qəhrəman olurlar. Bunlar, bəlkə də haradasa ki, adı çəkilir. Bu da ədalətsizlikdir. Mən açığını deyim. Bu ədalətsizlikdir. Onları tanıyan adamlar, onlar haqqında danışmalıdır, deməlidir. Məsələn, şəxsən mən hamını tanıya bilmərəm ki, məsələn, xüsusən mən düzdür, Ağdamdan müəyyən qədər məlumatım var. Amma bizim digər bölgələrimizdə var axı. Məsələn üçün, bizim Qarabağda tək Qarabağlılar döyüşməyib ki, Ağdamda tək Ağdamlar döyüşməyib ki, bütün bölgələrdən gəliblər, döyüşüblər, şəhid olublar, əzalarını itiriblər. Onların da burada haqqı var. Və biz Qarabağlılar da heç vaxt bunu unutmamışıq və unutmarıq da. Bir söz olaraq onları adlarını deyə bilməsək də, amma ümumi bütün regionumuzu deyirik. Məsələn, bizim o devirlərdə, işğalda zamanı bizim kəndlərdə, hər bir kənddə mülki şəhidlərimiz var. Hər bir kəndin mülki şəhidi var. Bilirsiniz bu nə demək? Bu mülki şəhidin olmağı o deməkdir ki, bu insanlar son ana qədər döyüşüblər. Hərbi şəhiddən əlavə. Bir də altını xətlə çəkib deyirəm. Əgər hər bir kənddə mülki şəhid varsa, bu o deməkdir ki, bu kənd elin obasını tərk eləməyir. Son ana qədər orada olublar. İndi bəzi görsən ki, hallarda bəzi sözlər danışırlar, bu xoşa gəlməz hallar. Bu, bunun bir sübutudur ki, əgər mülki şəhid varsa o bütün kəndlərdə, o işğal olunmuş ərazilərdə, deməli, ahali yerində olubdur. Son ana qədər döyüşübdür. Ancaq indi neyiniyək ki, həmən vaxtı
biz qələbə çala bilmədik. Müəyyən bizdən asılı olmayan səbəbdən torpaqlarımız işğal olundu. Amma bu günə şükürlər olsun. Bax, bizim belə igid oğlanlarımız böyüdü, müzəffər ordumuz daha da gücləndi, istəyir daxili, istəyir xarici siyasətimiz daha da möhkəmləndi və Ali Başkomandanın ətrafında xalq dəmir yumruğa çevrildi və bir müzəffər ordumuz oldu. Allah Ali Başkomandanı və müzəffər ordumuzu qorusun. Allah millətimizi qorusun. Biz birgə olmalıyıq. Bir sözümüz olmalıdır. Çünki bizim bir vətənimiz var. Bizim ayrı bir vətənimiz yoxdur ki, bir vətənimiz var. Buyurun, kiminsə Çindən gələn nəysə sözləri varsa desinlər, bu da bir tarix. Çox sağ olun ki, bu günlərin bizim muzey kollektivi üçün, şəxsən bizim üçün böyük bir əlamətdar gün oldu. Bugün muzey öz fəaliyyətini demək olar ki, davam elətdirir və bizim muzeyə Allah yar qardaşımız kimi bir qəhrəmanın eksponatları daxil oldu. Tək bizim muzeydə, bayaq da dedim, bu eksponatlar bu otaqdan ibarət deyil. Bizim növbəti bir otağımız var ki, orada 44 gün Vətən müharibəsi uğrunda şəhid olan şəhidlərimizin prezident tərəfindən verilən plakatları da o otaqda qoyulur. Biz həmən otaqda tədbirlər keçiririk. Əsasən biz o otağa da sizi dəvət edirəm, ona da bir baxaq. Gedək baxaq, belə yaxşı olar ki, gedək oraya. Bunların hər biri şəhidlərimizə rəhmətlərimizin Türkiyə Vətən müharibəsi uğrunda bu 52 şəhidimizin, bunun Ağdam şəhidlərin şəkilləridir. Bunların hər biri Ələsik kəndlərimizin, Gülüzə kəndindən, 21 övladı olub, Türkiyə Vətən müharibəsi Ağdam cəbhəsinin şəhidləri. Sonra bizim o Abosov Şükrü tanıyarsınız. Onun yaşını biz hər şöhrətə bir dənə olacaq. Əgər 8-ci bölümdür. Sonra bizim əkiz şəhidlərimiz haqqında məlum. Şumludan olanlar. Şumludan olan şəhidlərimiz. Bizim evimizdə də öyle oldu. Bu da anı günüdür. Sonra sabah sonraki günüdür. Bunların hər birinin sabahları. O da öz ailəsinin 44 günlük Vətən müharibəsində. Gördüğünüz kimi burada biz demiştik, müzeydə yəni o Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda şəhid olanlar. Bax, burada görürsünüz 20 yanvar şəhidlərində burada istent qoyulubdur. Xocalı faciəsi ilə də bağlı burada istent qoyulubdur. Yəni, bu müzeydə, belə deyək də, tək Ağdamlar üçündür. Bu, ümumiyyətlə, Respublikanın ümumi bir şəhidləri haqqında, ondan sonra gedən o proseslər haqqında belə məlumatlar var, şəkillər var və onu da burada təşkil olunur və məktəblilər istərsə də digər bizim rayonlardan gələn bura, mən bilirəm, tez-tez gəlirlər bu müzeyi ziyarət edirlər və burada tanış olurlar. Bu da ümumi bu müzeyin zənginliyini göstərir. Yəni, burada maksimum dərəcədə çalışılır ki, eksponatlar və məlumatlar daha çox olsun, daha zəngin olsun. Bu da nəyə xidmət edir? Bu da deməli, insanların maariflənməyinə və tariximizin daha da dərin olmasına xidmət edir. Azərbaycan Respublikasında Mədəniyyət Nazirliyinə tabedir muzeylər. 2 muzey var, böyük şöhrətli muzey olaraq. Onun biri Xaçmaz şəhərində yerləşir, biri də bizim Arnavutda burada. Yəni, bilirsiniz, haqqında da məlumat verilir. Yəni, biz hər zaman çalışırıq ki, əsasən döyüşçülərimizə aid olan, döyüşçülərimizin haqqında məlumatlar və onlara aid olan eksponatları toplayaq muzeyə və gələcək nəsillərə yenə də deyirəm, çatdırılsın ki, hər bir qəhrəman, hər bir şəhid hansı vaxtda, hansı tarixin hansı dönəmində, hansı yollardan keçiblər, hansı qəhrəmanlıqlar edir. Hörmətli izləyicilər, bildiyiniz kimi hər işin başlanğıcı olduğu kimi sonu da var. Biz bu günlərin bir şəhidimizin şəklin və şəxsi əşyasını Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyə təhvil verilmə anlarını lentə aldıq və elə bu arada bizi lentə aldığına görə, işıqlandırdığına görə mən Elnur müəllimə öz təşəkkürümü bildirirəm.
Sizlərə çox sağ ol deyirəm ki, vaxt ayırdınız, bizim o çağrışımıza cavab verdiniz, gəldiniz, iştirak elədiniz. Mən bu günlərin bir gənc qazimin gözəl bir sözün eşitdim, o mənim yaddaşımda qaldı ki, yəni bizim belə təfəkkürlü, işıqlı belə gənclərimiz var. Yəni onlar Azərbaycanın hər bir kəsinə belə bir dəyər verirlər, qiymət verirlər. Şəmsi qardaşım, siz bir şəhid qardaşı olaraq gəldiniz və bir qardaş kimi yox, bir şəhidə bir hörmətiniz olaraq gətirdiniz, onun şəxsi əşyasını qoydunuz bura və şəklini gətirdiniz. Sizə də sağ ol deyirəm, sizə də həmkəsli kimi sağ ol deyirəm. Mən Sahid müəllimə xüsusi olaraq çox sağ ol deyirəm ki, Sahid müəllim həmişə bu işlərin belə təşkil olunmasında, bu işlərin görülməsində canı dildən iştirak eləyir və heç vaxtı da bu işlərə bir yox demir, vaxt ayırır. Bu günlərin o başqa bir şəhidimizin tədbirində olmağına baxmayaraq yenə də vaxt ayırdı, gəldi, bu işlərimizi gördük. Biz bugünkü çəkilişimiz izləyicilərimiz də görəcək. Tamam başqa o çəkilişlərimizdən bir fərqli, bir səmimi bir çəkilişimiz oldu. Mən buradan yenə də hər bir kəsə can sağlığı arzulayıram. Şəhidlərimizin məkanı cənnətdir, məqamları uca olsun. Bizim bir deyimimiz var, bir şüarımız var. Yaşadanlar yaşayacaq. Sağ olun, Allaha əmanət olaq hər iki dünyada.